Günahsız insanlar həbs olunur. Heç bir günahı olmadan insanların həbs olunması çox dəhşətli bir məsələdir. Məsələn, Namizəd Səfərovun həbsi də, Namizəd Səfərov siyasi başlarına görə həbs olunub, amma dələduzluq maddəsilə həbs olunub. Hər gün bax beləncə biz iyrənc həbslərlə rastlaşırıq, dəyərli dostlar. Bizə bir zəng var, mən həm zəngi qəbul edeyim, həm də qonağımızı dəvət edeyim. Dəyərli Araz bəyi dəvət elədim. Buyurun, əziz qardaş, telefonda eşidirik sizi. Axşamınız xeyir Teymur bəy, sizi Rusiyadan salamlayıram. Axşamınız xeyir olsun. Allah sizi uludağ eləsin. Teymur bəy, mən çox xahiş edirəm, bu türmədə İlham Əliyevin həbsxanasında ölən gənc məsum balamızın mən bilmirəm təklif deyim, necə deyim, buna qatillərə ölüm haşlığı ilə Avropada yaşayan bütün blogerlərimiz paylaşsın. Mən onu çox xahiş edirəm sizdən. Sağ olun, var olun ki, bu oğlan haqqında, bu ölən məsum balamız haqqında siz də danışır, siz də bu işə belə baxmırsınız. Sağ olun, var olun. Vəzifəmiz dəzim. Məmnuniyyətlə mən buradan səslənərəm. Bəli, elə bir toplantı keçirmək lazımdır ümumiyyətlə. Həm sosial şəbəkələrdə, həm də aksiyalar keçirsə çox gözəl olar. Mən sizin təklifinizi çatdıram. Çox gözəl. Mən çox xahiş edirəm Teymur bəy. Sizə, mən bilirəm sizə nəinki Rusiyadan çox yerlərdən adamlar baxırlar. Sizin səsə səs verərlər. Bu ölən balamızın hacdığını paylaşın. Paylaşın. Bu qatillərə lənət olsun. Lənət olsun bu məsum balamızı öldürən qatillərə. Azərbaycanda bu gün matəm elan olunmalıdır. Matəm. Bəli. Milli hökumət gələndə mütləq matəm elan olunacaq. Sağlı olsun. Amma məsələ burasındadır, birisi də bu balamızın Elbəyin yetimçi ilə böyüyüb, nənəsi böyüdüb, heç kimsəsi yoxdur. Gəlib meydini götürməyə belə kimsəsi olmayıb, dayısı gəlib götürüb, aparıb meydinə. Yəni atana yox. Bilmirəm, qəzadan dünyalarını dəyişiblər, nədən dünyasını dəyişiblər. Yox, atanası yoxdur, nənəsi böyüdübdür. Anı bəs bu Azərbaycan Xalq Cəbhəsinin fəalları, anı, yəni hamısı tutulub. Bu Xalq Cəbhəsi, mən bölmək istəmirəm və bu bizim millətimizin faciəsidir. Bəs o heç olmasa Azərbaycan Xalq Cəbhəsinin 5-10 dənə adamı yoxdur o balayıya durmağa. Və belə şey olar. Təkcə Azərbaycan Xalq Cəbhəsi yox, bütün millət çöldə olmalıdır, amma təəssüflə millətinə mən sizlə razıyam. Bu belə gedə bilməzdir Teymur bəy, bu belə ola bilməz. Bu ölkə həbsxanadır. Axı bunu niyə başa düşün, niyə Teymur bəyə dəstək olmursunuz? Niyə dəstək o, ay millət? Biz nə vaxt ayılacaq? Bəsdir də bu biabırçılığa, bu zımbalalarımızı bir-birinin dalıyla öldürürlər. Nə qədər buna dözmək olar? Var olun əzizim, çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm sizə. Sağ olun, zəngilədiniz, sağ olun.